Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən qəhvəyi mərmər bağacığı xüsusilə Zaqatala və Balakən bölgələrində kütləvi şəkildə görülür. Zərərverici payız aylarında fizioloji aktivliyini itirir, qidalanmağı dayandırır və bitkilərə birbaşa zərər vermir. Bu dövrdə o qışlamağa üstünlük verir və əsasən yaşayış yerlərində, ictimai yaşayış obyektlərində və digər qapalı məkanlarda rast gəlinir. Odur ki, bu mövsüm bağacıqla mübarizədə ən düzgün dövrdür. Bəs bağacıqla necə mübarizə aparaq? Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlar zərərvericiyə qarşı birgə mübarizə tədbirlərini davam etdirir. Bu istiqamətdə Balakəndə regional əlaqələndirmə mərkəzinin növbəti iclası keçirilib, qərarlar qəbul edilib. Bununla yanaşı mütəmadi olaraq təsərrüfatlarda aldadıcı feromon tələləri quraşdırılır və kimyəvi mübarizə tədbirləri aparılır. Zərərvericilərlə mübarizənin ən təbii və ekoloji yollarından biri isə məhz mexaniki mübarizədir. Ən səmərəli üsullardan biri isə süni tələlərin quraşdırılmasıdır. Bundan əlavə yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Aşkar olunduqları təqdirdə süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir. Bağacıqla mübarizədə vətəndaşların da iştirakı olduqca önəmlidir. Bunun üçün agentlik tərəfindən bölgələrdə müntəzəm olaraq sakinlərlə əyani görüşlər keçirilir, təlimatlar verilir, məlumatlandırıcı bukletlər paylanılır və onlara bağacıqla düzgün mübarizə yolları izah olunur.